Müasir dünyada sosial şəbəkələrin yayılmasının nəticəsində artıq daha zəngin həyat yaşamasak da, zənginlərin həyatı ilə daha yaxından tanış ola bilirik. Zənginlik təbii ki, böyük bir nemətdir və demək olar ki, hamı zəngin olmaq istəyir. Sosial şəbəkələr isə bizə zəngin olmağı sanki çox asan bir şeymiş kimi göstərir. Son dövrlərdə zənginlərin necə zəngin olduqları ilə bağlı sözləri yəqin ki, tez-tez eşidirsiniz. Bu da bəs etmirmiş kimi motivatorlar da bir tərəfdən deyir ki, hər şey sizdən asılıdır. İstəsəniz siz də zəngin ola bilərsiniz. Ancaq təbii ki, hər şey bu qədər asan deyil. Hər şey sizdən asılı da deyil. Misal dünyada minlərlə atlet var. Bunlar lazımı qədər idman edir. Lazımı qədər də çalışır. Çünki rekord qırmaq hər bir idmançının arzusudur. Ancaq dünyada 100 metri 9.58 saniyədə qaça bilən bir Hüseyn Bolt var. Başqa bir nümunəyə daha baxaq. Müasir futbolda bir futbolçuya milyonlarla dollar pul verilir. Hər bir futbolçunun xüsusi idman müəllimi var. Yetərincə pul qazanır və yetərincə də idman edir. Ancaq futbolda da xüsusi fərqlənən iki futbolçu var. Messi və Ronaldo. Nümunələr təkcə bunlar da deyil. Siyahını daha da uzatmaq olar. Ancaq keçək mətləbə. Dediklərimi səhv başa düşməyin. Təbii ki, yetərincə çalışdıqda həyatda müəyyən şeylər əldə edə bilirsiniz. Ancaq çox böyük xəyallara qapılmaq lazım deyil. Bu gün əsəd apardığımız bir çox milyarderdə də bu vəziyyət dəyişmir. Onlar yetərincə çalışmış insanlardır. Ancaq əmin ola bilərsiniz ki, onlar da tək çalışmaqla deyil, müəyyən bir dəstəklə bu nöqtəyə gəliblər. Gəlin bu dediklərimə yaxından nəzər salaq. Bu gün dünyadakı ən varlı 9 insan və onların bu günlərə necə gəldikləri haqqında danışacağıq. Siyahıya dünyanın bilinən ən zəngin insanı Elon Musk'dan başlayaq. Kimdir Elon Musk? Elon Musk elektrik avtomobillərindən tutmuş kosmosun fəthinə qədər hər sahədə inqilab yaradan bir insandır. O Tesla, SpaceX, Neuralink, The Boring Company və X kimi şirkətlərin qurucusudur. 1971-ci ildə Cənubi Afrikada anadan olan Musk uşaq yaşlarından etibarən proqramlaşdırmaya maraq göstərirdi. Hətta 12 yaşında ilk video oyununu da satmışdı. Daha sonra Kanadaya, oradan isə ABŞ-a köçərək Pensilvaniya Universitetində təhsil aldı. Amma onun əsas uğurları universitetdən sonra başladı. 1999-cu ildə X.com adlı onlayn bankı qurdu. Bu layihə daha sonra PayPal-a çevrildi və eBay tərəfindən milyardlarla dollara satın alındı. Musk isə bu pulla SpaceX və Tesla kimi şirkətlərə sərmayə qoydu. Beləcə dünyanın ən zəngin insanına çevrildi. Bunlar bildiklərimizdir. Bəs bilinməyən tərəflər nədir? Elon Musk birdən-birə Elon Musk olmadı təbii ki. Əvvəla atası Elon Musk mühəndis və sahibkar idi. O Cənubi Afrikada daşınmaz əmlak və mədənçilik sahəsində yaxşı gəlir əldə edirdi. Hətta bəzi mənbələr Elonun Zambiyada zümrüd mədənlərindən qazanc əldə etdiyini də bildirir. Bu Musk ailəsinin müəyyən qədər varlı olduğunu göstərir. Anası Maya Musk isə Kanadada və Cənubi Afrikada məşhur model idi. O həm də diyetoloq kimi işləyirdi və ailəsinə müəyyən qədər maddi dəstək verirdi. Musk 17 yaşında Kanadaya köçəndə atasının ona tam maddi dəstək vermədiyini iddia etsə də, bəzi mənbələr onun ailəsindən müəyyən qədər kömək aldığını bildirir. Həmçinin anasının Kanadada olması ona orada iş tapmaq və təhsil almaq üçün böyük kömək oldu. Yəni tamamilə yoxsul vəziyyətdən milyarder olmamışdı Musk. İlk illərdə ailəsinin rahat maddi vəziyyəti və əlaqələri ona müəyyən fürsətlər yaratmışdı. Böyük milyarder olmaq yolunda ailəsinin zənginliklərindən istifadə etmişdi Musk. Bu təkcə Elon Musk'a da aid deyil. Dünyanın ən varlı ikinci adamına baxaq. Bernard Arnault. O Louis Vuitton, Dior, Fendi, Givenchy, Moet Chandon və yüzlərlə məşhur brendin sahibidir. Bəs bu adam necə oldu ki, moda və lüks sənayesinin kralına çevrildi? 1984-cü ildə Dior markasının sahibi olan bir şirkət iflas edəndə Arnault fürsəti qaçırtmadı. O bu şirkəti alaraq lüks sənayesinin ilk addımını atdı. Daha sonra Louis Vuitton, Givenchy, Fendi, Bulqar kimi markalar da öz imperiyasına əlavə etdi. Bundan sonra LVMH qrupunu qurdu. Bugün LVMH dünyanın ən böyük lüks şirkətidir. Onun nəzarətində 75-dən çox brend var və milyardlarla dollar gəlir əldə edir. Bernard Arnault sadəcə iş adamı deyil, sənətə və musiqiyə də böyük maraq göstərir. O Fransanın ən nüfuzlu insanlarından biridir və dünya liderləri ilə yaxın münasibətləri var. Təsadüfə baxın ki, Bernard Arnault da kasıb bir ailədən gəlmirdi. Atasının Ferret Savinel adlı tikinti və sənaye şirkəti Fransa üçün vacib bizneslərdən biridir. Arnault universiteti bitirdikdən sonra atasının şirkətində işləməyə başladı və bir neçə ildən sonra onu tamamilə idarə etməyə başladı. Onun əsas biznes karyerası Ferret Savinel şirkətini daşınmaz əmlak sektoruna yönəltməsi ilə başladı. Bu uğur ona böyük sərmayə qazandırdı. Daha sonra isə Dior və digər lüks brendləri alaraq LVMH imperiyasını qurdu. Yəni Bernard Arnault ilk biznes təcrübəsini və sərmayəsini ailəsindən aldı. Atasının qurduğu şirkət ona həm maliyyə, həm də idarə etmə təcrübəsi qazandırdı. Jeff Bezos. Jeff Bezos 1964-cü ildə ABŞ-da doğulub. O uşaq yaşlarından etibarən texnologiyaya maraq göstərirdi. Hətta qarajda özünə kiçik bir laboratoriya da qurmuşdu. Princeton Universitetini bitirəndən sonra maliyyə sektorunda işləməyə başladı. Amma bu onun arzusu deyildi.
1994-cü ildə Bezos hər şeyi buraxıb yeni bir ideya üzərində işləməyə başladı. Onlayn kitab mağazası. Qarajında qurduğu Amazon qısa müddətdə təkcə kitab yox, hər cür məhsul satan nəhəng bir şirkətə çevrildi. Amazon sürətlə böyüdü, çünki Bezos daim yeniliklər gətirirdi. Sürətli çatdırılma, süni intellekt, bulut texnologiyaları və nəticədə sadəcə bir ticarət platforması deyil, dünyanın ən dəyərli şirkətlərindən birini yaratdı. Amma Bezos bununla da kifayətlənmədi. O Blue Origin adlı kosmik şirkət quraraq kosmosun da fəthinə başladı. Hədəfi insanları kosmosa aparmaq və yeni yaşayış yerləri yaratmaqdır. Bəs Bezosun ailəsi? Bezosun ailəsi də maddi cəhətdən rahat idi. Ögey atası mühəndis idi və yaxşı maaş alırdı. Bu Bezosun yaxşı təhsil almasına və gələcəkdə biznes qurmasına kömək etdi. Amazon qurulanda valideynləri Amazona ilk sərmayəni yatıranlardan biri oldu. 1994-cü ildə Bezos Amazonu quranda anası və atası təxminən $250.000 sərmayə qoydular. O dövrdə bu çox böyük bir məbləğ idi və Amazona böyümək üçün böyük kömək oldu. Bəli, sadəcə $250.000. Warren Buffett dünyanın ən zəngin və ən ağıllı investorlarından biri. O Berkshire Hathaway şirkətinin rəhbəridir və sərmayə dünyasının canlı əfsanəsidir. Bəs bu adam necə oldu ki, milyarder oldu? Hər şey 1930-cu ildə ABŞ-ın Omaha şəhərində başladı. Warren Buffett uşaq yaşlarından etibarən pula maraq göstərirdi. 11 yaşında ilk səhmini aldı. Bəli, sadəcə 11 yaşında. Ancaq onun həqiqi uğur hekayəsi Berkshire Hathaway şirkətini alanda başladı. Buffett bu şirkəti adi bir tekstil fabrikindən dünyanın ən böyük investisiya imperiyasına çevirdi. O səhmlərini seçərkən dəyər investisiyası strategiyasından istifadə edir. Yəni bazarda ucuz qiymətə dəyərli şirkətlər tapır və onlara sərmayə qoyur. Onun portfelində Apple, Coca-Cola, Bank of America və daha yüzlərlə şirkət var. Warren Buffett da digərləri kimi zəngin bir ailədən adamdır. Onun uğur qazanmasında ailəsinin təsiri böyük idi. Atası Howard Buffett siyasətçi və birja brokeri idi. Yəqin ki, bu birja marağının hardan gəldiyini artıq başa düşdünüz. Mövzumuza qayıdaq. Atası həm də ABŞ Konqresinin üzvü olub və maliyyə sahəsində də çalışıb. Anası Leyla Buffett isə evdar qadın idi. Amma ailədə çox güclü təsirə malik idi. Buffett'in atası broker idi. Buna görə də Warren Buffett da fond bazarına yaxın bir mühitdə böyüyüb. Qısası Warren Buffett'ın da bu günlərə gəlməyində ailəsinin pulu və rolu danılmazdır. Bill Gates dünyanın ən zəngin insanlarından biri. O Microsoft şirkətinin qurucusudur və kompüter dünyasını dəyişən insanlardan biridir. Bəs o necə oldu ki, dünyanın ən varlı insanlarından birinə çevrildi? Hər şey 1955-ci ildə ABŞ-ın Seattle şəhərində başladı. Bill Gates uşaq yaşlarından etibarən kompüterlərə maraq göstərirdi. O orta məktəbdə oxuyarkən proqram yazmağa başladı və ilk pulunu da elə həmin vaxt qazandı. 1975-ci ildə Harvard Universitetində oxuyarkən dostu Paul Allenlə birlikdə Microsoft şirkətini qurdular. O dövrlərdə fərdi kompüterlər də yaranırdı və Bill Gates bunu böyük bir fürsət kimi gördü. Onun ilk böyük uğuru IBM ilə müqavilə bağlayaraq MS-DOS əməliyyat sistemini yaratmaq oldu. Daha sonra isə Windows adlı əməliyyat sistemini inkişaf etdirdi və bütün dünyadakı kompüterləri əlçatan etdi. Microsoft sürətlə böyüdü və Bill Gates dünyanın ən zəngin insanlarından birinə çevrildi. İndi isə Gatesin ailəsi ilə yaxından tanış olaq. Atası William Gates tanınmış bir hüquqşünas idi və Seattle şəhərində uğurlu bir hüquq firmasını idarə edirdi. Anası Mary Gates isə bank sektorunda və xeyriyyə təşkilatlarında çalışıb. O IBM-in direktorlar şurasında yer alan ilk qadınlardan biridir. Və təsadüfə baxın ki, Bill Gatesin ilk ən böyük uğuru IBM ilə müqavilə imzalamaq olub. Bill Gates kifayət qədər imkanlı bir mühitdə böyüyüb. Ailəsi ona yaxşı təhsil vermək üçün xüsusi məktəblərə göndərib və texnologiya marağını daim dəstəkləyib. Bundan əlavə ailəsi ona yaxşı təhsil verməklə yanaşı mühüm əlaqələr də qazandırıb. Xüsusilə anası IBM şirkəti ilə əlaqələrindən istifadə edərək Microsoftun IBM ilə böyük müqavilələr bağlamağına kömək edib. Bu müqavilə Microsoftun böyüməsində mühüm rol oynayıb. Mark Zuckerberg dünyanın ən tanınmış milyarderlərindən bir başqası. Mark Zuckerberg. O Facebook'un qurucusudur və sosial media dünyasını tamamilə dəyişib. Bəs Zuckerberg Facebook'u quraraq dünyanı necə dəyişdi? Mark 1984-cü ildə ABŞ-ın New York ştatında anadan olub. O uşaq yaşlarında proqramlaşdırmaya maraq göstərib və 12 yaşında ilk proqramını yazıb. Məktəbdə oxuyarkən artıq kiçik oyunlar və mesajlaşma sistemləri hazırlayırdı. 2004-cü ildə Harvard Universitetində oxuyarkən dostları ilə birgə Facebook'u yaratdı. İlk başda bu sadəcə universitet tələbələri üçün bir platforma idi. Amma sürətlə böyüdü və qısa müddətdə bütün dünyaya yayıldı. Facebook o qədər məşhur oldu ki, Mark Universiteti yarımçıq qoyub biznesini böyütməyə başladı. Bir neçə il ərzində Instagram, WhatsApp, Oculus kimi nəhəng şirkətlər də aldı və Facebook'u Meta'ya çevirdi. İndi isə Mark Zuckerberg'in ailəsinə nəzər salaq. Mark Zuckerberg imkanlı, amma milyarder olmayan bir ailədə böyüyüb. Markın texnologiyaya olan marağı daim dəstəklənib. Atası Edward Zuckerberg stomatoloq idi və özünün şəxsi klinikası var idi. Anası Karen Zuckerberg isə psixiatr idi. Yəni ruhi sağlamlıq üzrə həkim kimi çalışırdı. Mark Zuckerberg də digərləri kimi maddi cəhətdən rahat bir mühitdə böyümüşdü. Atası uğurlu bir həkim olduğu üçün Mark özəl məktəblərdə təhsil ala bilirdi.
O gənc yaşlarında kompüterə maraq göstərirdi. Atası isə ona proqramlaşdırma öyrənməyə kömək edirdi. Hətta Markın ilk proqramlarından biri atasının klinikasında istifadə edilən onlayn ünsiyyət sistemi idi. Qısası ailəsi Markın yaxşı təhsil alması və texnologiya sayəsində inkişaf etməyi üçün hər imkanı yaradıb. Onu özəl məktəblərə göndəribdilər. Harvard Universitetində oxumaq üçün dəstək olublar. Larry Page, Google-u yaradaraq interneti dəyişən insan. O Google-un həm təsisçisidir. Texnologiya dünyasını tamamilə dəyişdirən insanlardan biridir. Bəs onun hekayəsi necə başlamışdı? Larry 1973-cü ildə ABŞ-ın Michigan ştatından anadan olub. O uşaq yaşlarında texnologiyaya maraq göstərirdi. Çünki hər iki valideyni də kompüter mühəndisi idi. Kiçik yaşlarında evlərindəki kompüter və texnika avadanlıqları ilə oynayaraq böyüyüb. 1995-ci ildə Stanford Universitetində Sergey Brin ilə tanış oldular və birlikdə Google-un əsasını qoydular. Onların məqsədi dünyanın bütün informasiyasını bir yerə toplayıb insanlara asanlıqla təqdim etmək idi. Google qısa müddətdə dünyanın ən güclü axtarış sistemi oldu. Larry Page Alphabet şirkətini quraraq süni intellekt, sürücüsüz avtomobillər və hətta kosmik texnologiya üzərində işləməyə başladı. Əvvəllər də dediyim kimi, Larry Page maddi cəhətdən yaxşı vəziyyətdə olan və elmə yaxın bir mühitdə böyümüşdü. Onun uğur qazanmasında ailəsinin verdiyi təhsil və texnologiya bilikləri mühüm rol oynayırdı. Atası Carl Victor Page kompüter elmləri professoru idi. O süni intellekt sahəsində tədqiqatlar aparırdı. Carl kompüter elmlərinin inkişafında tanınmış alimlərdən biri idi. Anası Gloria Page kompüter proqramlaşdırma müəllimi idi. Belə bir mühitdə yaşayan uşağın da Google-u yaratmağı yəqin ki, heç birinizi təəccübləndirmir. Larry'nin ailəsi uşaqlarına yaxşı təhsil və texnologiyaya çıxış imkanı vermişdi. Larry Page Michigan Universitetində mühəndislik üzrə oxuyub. Daha sonralar Stanford Universitetinə daxil olub. Steve Ballmer, dünyanın ən enerjili CEO-larından biri. O Microsoft'un keçmiş icraçı direktoru və NBA komandası Los Angeles Clippers'ın sahibidir. Onun hekayəsi 1956-cı ildə ABŞ-ın Detroit şəhərində başladı. Steve Ballmer uşaq yaşlarından riyaziyyata və biznesə maraq göstərirdi. Harvard Universitetində oxuyarkən Bill Gates ilə dost oldular və bu tanışlıq onun həyatını dəyişdi. Harvardda oxumağın da ən gözəl yanlarından biri budur dostlar. Təsadüfən dostluq etdiyiniz biri Bill Gates çıxa bilir. Mövzumuza qayıdaq. 1980-ci ildə Microsoft'a qoşulan ilk menecerlərdən biri oldu və şirkətin sürətlə böyüməsinə kömək etdi. Onun güclü liderlik bacarığı və enerjisi Microsoft'u dünyanın ən böyük texnologiya nəhəllərindən birinə çevirdi. 2000-ci ildə Microsoft'un CEO-su oldu və şirkəti yeni texnologiyalara yönəltdi. O Windows XP, Xbox və Office kimi məhsulların uğur qazanmasına rəhbərlik etdi. Ballmer'ın dövründə Microsoft'un gəliri 10 dəfə artdı. 2014-cü ildə Microsoft'dan ayrıldı və Los Angeles Clippers basketbol komandasını 2 milyard dollara satın aldı. Bugün o texnologiya və idman dünyasının uğurlarına davam edir. Steve Ballmer'ın da ailəsinin vəziyyəti təbii ki, yaxşı idi. Atası Frederick Henry Ballmer Ford Motor Company'də yüksək vəzifəli mühəndis və menecer idi. Anası Beatrice Dworkin Ballmer evdar qadın idi, lakin ailədə böyük təsir gücünə malik idi. Ballmer'ın atasının Ford şirkətində yüksək maaşlı bir mövqedə çalışması ona əlverişli təhsil imkanı yaratdı. Belə ki, ailəsi ona Harvard Universitetində təhsil almaq üçün maddi dəstək verdi. Həmin Harvarddan söhbət gedir ki, həyatını tamamilə dəyişən Bill Gates ilə də burada tanış olmuşdu. Sergey Brin, Google-un arxasındakı böyük dahi. Bəli, Google-un digər həm təsisçisi. O internet axtarış sistemini tamamilə dəyişdi və milyarderə çevrildi. Sergey 1973-cü ildə Rusiyanın Moskva şəhərində anadan olub. 1979-cu ildə ailəsi ABŞ-a köçdü və Sergey burada böyüdü. O uşaq yaşlarında riyaziyyat və kompüter elmlərinə maraq göstərdi. Stanford Universitetində doktorantura oxuyarkən Larry Page ilə tanış oldu. Bu da Stanford Universitetinin xüsusiyyəti idi. Bəli, gələcəyin 2 milyarderi təsadüfən eyni yerdə oxuyurdu. Birlikdə internetdə informasiyanın daha yaxşı tapılması üçün yeni bir sistem yaratmağa qərar verdilər. 1998-ci ildə Google-u qurub internet dünyasını tamamilə dəyişdilər. Bugün o Alphabet şirkətinin əsas hissəsini idarə edir. Sergey Brin riyaziyyata dərin maraq olan bir mühitdə böyümüşdü. Onun uğrunda ailəsinin intellektual dəstəyi və verdiyi təhsil mühüm rol oynayır. Atası Mikhail Brin riyaziyyat professoru idi və ABŞ-a köçdükdən sonra Maryland Universitetində dərs deyirdi. Anası Yevgeniya Brin NASA'nın Qaddar Kosmik Uçuş Mərkəzində tədqiqatçı mühəndis kimi çalışıb. Onun kompüter elmlərinə olan marağının səbəbi də valideynləri idi. Qısası dostlar, dünyada heç nə təsadüfi deyil. Hər uğurun arxasında bəzən böyük bir plan, bəzən görünməyən əllər, bəzən isə sadəcə ailə dəstəyi dayanır. Elə bir dəstək ki, digərləri üçün əl çatmazdır. Var-dövlətin içində doğulmaq, doğru insanları tanımaq, imkanların qapısının açıq olduğu bir dünyaya göz açmaq. Bunlar bəziləri üçün başlanğıc nöqtəsidir. Başqalarının illərlə çalışaraq çatmağa çalışdığı yerlər onlar üçün sadəcə ailəvi bir irs, bir doğum haqqıdır. Bu adamlar bu haqlarla doğulub sonra bizə deyirlər ki, əzmlə çalışsan sən doğur qazana bilərsən. Əlbəttə çalışmaq vacibdir. Amma gəlin etiraf edək ki, bəzilərinin həyatında yarış xətti startda deyil, çoxdan finişə yaxın bir yerdə başlayır.
Əslində uğur qazanmaq üçün insanın ən böyük istedadı doğru ailədə doğulmaqdır. Qalan hər şey isə sadəcə bir hekayədir. Uzaqdan baxanda ilham verici, yaxından baxdıqda isə əvvəlcədən yazılmış bir ssenari. Video isə sona çatdı dostlar. Belə videoların davamı üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.